Hristiyanlardan sonra indi də müsəlmanlarla sizə təzyiq edəcəklər. Bunu adının çəkilməsini istəməyən Rus politoloqlarından biri mətbuata bölgədəki vəziyyəti şərh edərkən deyib. O, hazırda bölgə uğrunda üzdə görünməyən böyük savaş getdiyini bildirib. Ukrayna uğrunda savaş qızışıb, Qərbin Rusiyaya qarşı əksi hücumu da güclənib. Belə vəziyyətdə bu savaş Qafqazdan da uzaq qalmayacaq. Hətta deyə bilərəm ki, Qafqaz artıq yaxınlaşıb. Politoloq Rusiyanın Qafqazı əldən verməməkdən ötürü ilk addım atıb fəaliyyətinin gücləndirilməsi və Qarabağ problemini çözməklə Qərbin bölgədə möhkəmlənmə istəyinə qarşı Rusiya dirəniş göstərməli idi. Unutmayın ki, Rusiya Xarici İşlər Naziri Qarabağ danışıqları ilə bağlı ötən ilin sonunda verdiyi bəyanatda proseslərdən kənarda qoyulduğunu dolayısıyla ifadə etmişdi. Bu isə Rusiyanın narazı qaldığını və tədbirlər görəcəyinin anonsu idi. Politoloqun sözlərinə görə ən böyük təzyiqin Azərbaycana ediləcəyini proqnozlaşdırmaq olar. Rusiya bütün vasitələrlə Gürcüstanı geri qaytarmağa çalışır. Çünki Rusiyadan kənar neft-qaz kəmərləri məhz bu ölkədən tranzit gedir. Amma ən böyük mübarizə bölgənin söz sahibi olan Azərbaycan uğrundadır. Azərbaycan Qafqazın aparıcı ölkəsi və Qərbin əsas iqtisadi tərəfdaşına çevrilməkdədir. Ölkənizi ciddi sınaqlar gözləyir. O son günlər dini sektalardakı aktivliyə də diqqət çəkib. Sitat: Azərbaycanda indiyə qədər dini sektalarla bağlı problem olmayıb. Siz tolerant ölkəsiniz. Xalq olaraq dini dözümlülüyünüzü şərtləndirən tarixi ənənələriniz var, amma son günlər vəziyyət dəyişməyə cəhd edilir. Amerika Birləşmiş Ştatlarına məhz bu sahədə qarşılıq verməyə çalışırlar. Şimalda Doku Omarov Putinə qarşı cihada Rusları da çağırdı. Sonra iki terror təşkilatı Azərbaycana qarşı cihad elan etdiyini bildirib. Politoloqun sözlərinə görə bu vaxta qədər din pərdəsi altında edilənlərin üstü tamamilə açılıb. Əvvəllər xristiyan-müsəlman savaşı görüntüsü yaradırdılar, amma indi vəziyyətə diqqət edin. Müsəlman terror təşkilatları müsəlmanları hədələyir. Livan erməni soyqırımına dəstək verir və s. Yəni indi savaşın dövlət və iqtisadi maraqlar üstündə qurulduğu tam ortadadır. Politolog bir vacib məqama da diqqəti çəkib. Bu da Rusiyanın gələcəyi ilə bağlı bədmin proqnozların getdikcə ciddiləşməsidir. Rusiyanın parçalanacağı ilə bağlı ehtimallar və bu ehtimalın gerçəkləşməsinə dəstək verənlər bilməlidirlər ki, Moskva bütün bunları nəzərə alaraq tarana gedə bilər. Yəni onsuz da itirəcək bir şey qalmayınca son savaşda bütün qüvvəsini səfərbər edir. Ona görə də bölgədə ciddi bir dönəm başladığının fərqində olmalısınız.